Hər kəsə salam. Deyim 20 variant sınaq imtahanının birinci qrupun ilk sınağının izahına baxaq. Demək, birinci sualda bizə verilibdir X, Y, Z. Ərimə qaynama temperaturları göstərilib. Hansı temperaturda hər üç maddə eyni aqreqat haldadır? X, Y, Z. Bunun üçün qrafika bu formada çəkək. Bərk, maye və qaz yazırıq. X-in ərimə temperaturu 20, qaynama temperaturu 120. Y -10, 80, Z 10, 90. Müsbət 5-də X olacaq 20-dən əvvələ düşür, yəni bərk. Y olacaq maye, yəni artıq burada eynilik olmadı. Bizə lazımdır ki, hər üç maddə eyni aqreqat halında olmuş olsun. Daha sonra B variantına baxaq, -5. -5 X-də gəlir düşür 20-dən əvvələ, yəni bərkə. Y-də isə gələcək -10-dan 80 arasında olacaq maye. Yəni burada da eyni deyil. A ilə B-ni çıxdıq. Müsbət 15 20-dən əvvələ düşür, X olur bərk. Y -10-dan 80 arasında düşəcək müsbət 15, bu olur maye, yenə eyni olmur. Sonra D-də 100 dərəcədə. 100 dərəcə X-də düşür 20 ilə 120-nin arasına olur maye. Y-də 80-dən sonraya düşür, olur qaz. Yəni burada da eyni olmur. Amma müsbət 25. X-də gəlir düşür 20 ilə 25-in arasına. Olur maye. Y-də -10-dan 80-in arasındadır. Z-də də 10-dan 90-in arasındadır. Yəni hər üçündə mayeyə düşür. Olur bir də Y variantı. Sonra ikinci. Hansı qarışıqlar distillik üsulu ilə ayrılır? Distillik üsulu qaynama temperaturu müxtəlifliyinə əsaslanır və suda həll olan maye halda olan maddələri, həmçinin qaz-qaz qarışığını ayırmaq üçün istifadə olunur. Spirtin suda məhlulu distillə ilə ayrılır, bir düzdür. Benzinin suda məhlulu ayrıcı qıfla, yəni durultma üsulu ilə ayrılır. İkini götürmürük. Duzun suda məhlulu buxarlandırma üsuludur. Sirkə turşusu suda məhluludur, yəni sirkə turşusu suda həll olan mayedir və onu da ayırmaq üçün distillərdən istifadə olunur, olur 1-4. Üçüncü. Hansı elementin valent elektronları sayı ümumi elektron sayının 75%-ni təşkil edir? Valent elektron dedikdə, yəni qrupun nömrəsi nəzərdə tutulur. 12-ni biz düşsək, 3s2, 3p4, 3p2 yox, sadəcə 3s2. Valent elektron dedikdə qrupun nömrəsi, yəni 2. Ümumi elektronu, yəni 12-nin, yəni biz bunu bölsək, bu qalıqlı bir rəqəm alınacaq, yəni 75 deyil. Sonra B variantına baxaq, karbon 6. Düşsə 1s2, 2s2, 2p2. Son ailədə qrupun nömrəsi 4. 4-ü 6-ya böləndə yenə bu da 75 etməyəcək. Sonra kalsiyum 20. 20 olacaq 4s2. 2, yəni valent elektron 20-nin 10%-ni təşkil edir. Bu da olmur. Kükürt 16. Bunu biz düşsək 3s2, 3p4. Qrupun nömrəsi 6. 6, 16-nı yenə burada da 75%-ni təşkil etmir. Sonra oksigen 8. 2s2, 2p4. 2p4. Valent elektronu 6-dır. Ümumi elektron sayı 8-dir. 6-da 8-in 75%-ni təşkil edir. 3-də olur Y variantı. Daha sonra dördüncü sual. X 3s1, Y 3s2, 3p4. Əmələ gətirdiyi birləşmənin formulu X və Y-dən ibarətdir birləşməmiz. Bu metaldır, qrupu, yəni birinci qrup elementidir, valenti də 1-ə uyğun gəlir. Amma qeyri-metalların birləşmədə göstərdiyi valentini tapmaq üçün 8-dən onun qrupunun nömrəsini, yəni 6-nı çıxırıq, edir 2. Yəni burada Y 2 valentli göstərir. Formulda X2, Y olacaq. 4-də A variantı. 5-də qarışıqların ayrılma üsulları hansı halda doğrudur? Demək, bu olur distillə üsulu ilə ayrılma. Bu olacaq ayrıcı qıfdı, yəni durultma üsulunu seçəcəyik. Bu da süzmə. Neftdə suda məhlulu bilirik ki olur. Durultma ilə ayırırıq bunu. Bitki yağı ilə suyu da həmçinin. Gillə su süzülür. Etil spirtin suda məhlulda distillə ilə ayrılır. Yəni 4, 1,
1, 2, 3. 5 də olur B variantı. 6. CnH2nO. Karbonun kütlə payı 40%'dir. Karbonun kütlə payı bərabərdir. Karbonun kütləsini vururam indeksinə. Aşağıda da bunun emerini yazıram. Yəni 12n üstəgəl 2n plus 16. Vururuq 100'ə və buradan karbonun kütlə payı 40'a bərabərdir. 1200n bərabərdir. 40'ı 24'ə vursaq edəcək 960 n üstəgəl 640. Burada daha doğrusu 40'ı 14'ə vururuq eləyir 560. 16'da 40'a vursaq 640. Buradan da n bərabər olur 1'ə. Bizdən də n istəyir, n bərabərdir 1'ə. Sonra 7. Ağ fosfor, ozon və oksigen. Atomların sayı n, yəni bərabərdir. Ağ fosfor P4, ozon O3, oksigen O2. Atomların sayını bərabərləşdirək. Gəlin hamısını ən böyük olan 4'ə gətirək. Buna x yazırıq. Amma burada ozonun maddə miqdarı da verib bizə 4. Onda burada görürük ki, neçə atom var? 12. Hamısını 12'yə gətirək. 12'yə gətirmək üçün onda burada buna 3 yazaq ki, 3'ü 4'ə vuranda 12 olsun. Y-in də yerinə 6 yazarıq ki, 6 dəfə 2 12 edir. X-lə Y-in cəmi də 3'ün üzərinə 6 gəlsə olacaq 9. Sonra 8. Maddələrimiz mis 2 hidroksid, H2SO4. Oksigenin kütlə payı A, C, hidrogenin kütlə payı B'dir. İndi bir burada biz tapaq. Oksigenin kütlə payı mis 2 hidroksiddə. 16'nı vururuq 2'yə. 32. Aşağıda da bunun emerini. Kuprum OH2'nin emeri olur 98. Vururuq da 100'ə. Bu alınır 3200 bölünsün 98. Sonra hidrogenin kütlə payı mis 2 hidroksiddə 2 bölünsün 98 vurulsun 100. 100'ə vursaq yəni 200 böl 98 edir. İndi keçək H2SO4'də deyir oksigenin kütlə payı C'dir. Yəni 16'nı vururuq 4'ə. 64 bölünsün 98. 100'ə də vururuq. D isə bərabərdir. Yəni H2SO4'də hidrogenin kütlə payı 2 bölünsün 100'ə də vururuq 200. 98'ə də böldük. İndi baxırıq, uyğunluğu müəyyən edirik. Görürük ki, B ilə D bir-birinə bərabərdir. Onda 2'ni götürürük. Daha sonra bir də baxsaq görərik ki, mən bunu 2'yə vursam, 6400 böl 98 edər. Yəni C bərabərdir 2A-ya. Olacaq 1, 2A variantı. Sonra 9. Dövr sistemi verilmiş hissəsinə əsasən əsas yarım qrup elementlərinin elektromənfiliklərinin artma sırasını müəyyən edin. Demək, biz baxsaq burada. Bilirik ki, yuxarıdan aşağı elektromənfilik azalır. Yəni, ən çox Y-lə Z-ə müqayisə eləsək, Y-də daha çoxdur, Z-də daha azdır. İndi X-lə Z-də müqayisə eləsək, bilirik ki, dövrlər üzrə soldan sağa elektromənfilik artır. Yəni, X-də Z-dən azdır. Yəni, ən az X-də, sonra Z-də daha çox olur, ən çox da Y-də. Artma sırası X, Z, Y olacaq. 9'da oldu B variantı. Sonra 10. X, Y, O4. Demək, biz ilk olaraq burada X ilə oksigen arasında münasibətə baxaq. Görürük ki, ikisində kütlə payları eynidir. Yəni, burada X-in kütləsinin oksigen kütləsinə nisbətdir. Demək, burada X-in kütləsinin birləşmədə olan oksigen kütləsinə, yəni 16 vur 4, 64'də olan nisbəti 2A-nın 2A-ya olur. Buradan dedik, X bərabər olur 64. İndi Y-dən oksigen arasında münasibətə baxaq. Y bölünsün 64 bərabərdir. A bölünsün 2A, A'lar gedir, Y-də bərabər olur 32. İndi X-Y-O4'ün emerini istəyir bizdən. X-in kütləsi 64, Y 32, oksigen də 16 vur 4, 64, bu da edəcək 160. Sonra 11.
Atom modelinə uyğun olanları müəyyən edin. Demək, ilk olaraq biz bunun sıra nömrəsini tapaq. Bu element atomda olan elektronların sayını göstərir. 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Bunu düzək 1s2, 2s2, 2p3. Normal halda cütləşməmiş elektronların sayı, yəni tək elektronların sayı. Orbitallar üzrə yerləşdirək. Tək elektronların sayı 1, 2, 3 dənə olacaq. Valent elektronların sayı. Valent elektronun sayı qrupun nömrəsinə uyğun gəlir, yəni 5. Tam dolmuş orbitalların sayı. Tam dolmuş orbital, yəni burada görürük ki, bu orbitalımız tam dolub. Bu tam dolub. Amma P-dəkidə tək-tək yerləşib. Yəni bunlar tam dolmayıb. Tam dolan 2 dənədir. Cavab olacaq C variantı. Sonra 12. Saf maddəni müəyyən edin. Saf maddə, yəni formulu olan neft qarışıqdır, benzin qarışıqdır, çuqun poladdır həmçinin, amma etil spirti saf maddədir. 13. SO2 oksigen. Kütlələri MM, atomların sayı AB. Bunların kütlələri MM, yəni eynidir. Bunları biz də eyniləşdirək. SO2-nin emeri 64-dir, oksigen 32-dir. Biz eyni olması üçün buna x yazaq, buna da 2x yazaq ki, 2x'i 32'ye vuranda bu da olsun 64x, bu da olsun 64x bərabərləşirlər. İndi atomların sayı. SO2-də A ilə işarələyib atomların sayı. Bir dənə burada, 2 dənə də burada 3. Əmsalına da vururuq 3x. Burada isə 2, əmsalına da vururuq 4x. İndi A böl B. Yəni 3x böl 4x. X'lər də gedir. 3'ü də 4'e böləndə 0,75 edir. 13 də B variantı. Sonra 14. Fiziki hadisəni müəyyən edin. Azotdan amoniyakın alınması bu kimyəvi hadisədir. Kağızın yanması, yanma kimyəvidir. Havadan azotun alınması fiziki olur. Çünki havanın fraksiyalı distilləsindən alınır və distillədə fiziki hadisə olaraq qəbul olunur. Turşuma, cracking bunlar kimyəvi hadisədir. 15. Bir molekulun kütləsi 30 böl NA olan. Bunların bir emerini yəni tapıb baxsaq, məsələn belə NO üçün gedək. NO'nun emeri 30'dur. Bunun bir molekulunun sayı bilmirik nə qədərdir. Amma NA sayda molekul emeri uyğun gəlir, yəni 30'a. Buradan x bərabər olur 30 böl NA. Yəni qısacası emeri 30 olanları götürəcəyik. Burada NO'nun emeri 30'dur. SK6'nın emeri 30'dur, amma bu 32 və 16'dır. Ona görə olur 15'də D variantı. Daha sonra 16. Hansı elektron formulu atomun normal halına uyğundur? Yəni həyəcanlanmamış hal. Görürsünüz burada S'in sayı P'dən azdır. Demək ki, burada həyəcanlanma baş verib və S'dən nəsə keçib P'yə. Bu normal hal deyil. Həmçinin burada da görürsünüz S, P tam dolu deyil, amma artıq D'də elektron var. Demək ki, burada da həyəcanlanma baş verib. Həmçinin burada da P tamamlanmamış, artıq D'də elektron var. Yəni burada da həyəcanlanma olub ki, P'dən nəsə keçib D'yə. Eyni qayda üzrə C'də də. Görürsünüz, P yarımdır, artıq D'də də elektron var. Yəni P'dən yenə burada D'yə keçmə baş verib. Amma burada 2s2 tam doludur, P 5'dir. Yəni burada heç bir həyəcanlanma yoxdur, normal hala uyğundur. Həm də ki, bu elementimiz heç həyəcanlana da bilmir, fluordur. Çünki onun nə boş orbitalı var, yəni cüt elektronu var, amma boş orbitalı yoxdur. Boş orbitalı olmadığı üçün heç həyəcanlana bilmir. 17. Mis 29, dəmir 26. Demək, bunlar üçün yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Bilirik ki, burada 4s'də 1 olur. Sonra 3d9. 3d10 daha doğrusu. Dəmirdə isə 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d10. İndi nələr istəyir bizdən?
Normal halda 12p elektronu var. Burada p elektronumuz 6, 6, 12 dənədir. Burada da 6, 6, 12 dənədir. Bu ortaq xüsusiyyətdir. 7s elektronu var. 2, 4, 6, 7 dənə buradadır. 2, 4, 6, 8 dənə də buradadır. Ona görə 7 olan mis oldu. 2 uyğun gəlir bura. Bir cütləşməmiş elektronu var. Cütləşməmiş tapmaq üçün sona baxırıq. Cütləşməmiş yəni təkdir. Görürsünüz, burada 4s-də 1 dənədir, amma 3-lə tam dolubdur. Burada dəmirdə də hamısı tam doludur, amma misdə bir dənə burada tək elektron var. Yəni bu da aiddir misə. 4 cütləşməmiş elektronu var. Mən burada üzrlü sayın. Dəmirə 3s2, 4s2 3d10 yazmışam. 4s2 3d6 eləyir. İndi baxsaq, onda D üçün də çəksək. D-də boş 5 dənə orbital var. 6 dənəni yerləşdiririk belə. D-ni görürük ki, neçə dənə tək elektronu var? 1, 2, 3, 4 dənə tək elektronu var. Yəni misin 1 dənə tək elektronu var. Dəmirin isə 4 dənə. Buna uyğun olaraq da cavabımız olacaq B variantı. Sonra 18. Maddə ərimə temperaturu, qaynama temperaturu suda yaxşı həll olunan X maddəsi üçün hansı ifadə doğrudur? X maddəsi, buraya yazırıq bərk, maye, qaz. Ərimə temperaturu, qaynama temperaturu. Görək bu, normal şəraitdə hansı aqreqat haldadır? Normal şərait, yəni 0 dərəcə deməkdir. 0 da düşür mənfi 40-dan 80-in arasına. Yəni bu, X-imiz mayedir. Və deyilir ki, suda da yaxşı həll olur. Demək, burada deyir 0 dərəcədə qaz halındadır, səhvdir, aynen B. Çünki biz tapdıq ki, 0-da X mayedir. Su ilə qarşılığını istilik ilə ayırmaq olur. X mayedir və suda da yaxşı həll olursa, onun su ilə qarşılığını istilik ilə ayırmaq olar. 19. Kalium müsbət. İyonunda olan P elektronlarının sayı S elektronlarının sayından neçə dəfə çoxdur? Demək, kaliumun biz normal halı üçün yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1. İndi bu artıq iyon halına keçəndə, yəni kalium müsbət olanda, burada S-də gedir. Yerdə nə qalır? Yəni 4s artıq bitir və bu halda qalır. İndi, yəni iyon halı bu formaya uyğun gəlir. Burada baxırıq, P elektronumuz nə qədərdir? 6, 6, 12 dənə. S elektronumuz nə qədərdir? 2, 4, 6 dənə. P elektronların sayı 12, S elektronların sayından, yəni 6-dan neçə dəfə çoxdur? 2 dəfə çox olacaq. 20. X müsbət 1. Aldığı elektronların sayı 2, verdiyi elektronların sayı 4, alınan hissəcik Xn. Demək, bu müsbət 1-dir. 2 elektron verir, 4 elektron da alır. Bu da eləyir 3. Yəni alınan hissəciyin yükü n bərabər olur müsbət 3-ə. C variantı. Sonra 21. X, Y, Z-in atom radiuslarının artma sırası ilə düzün. Ümumiyyətlə, yadda saxlayın ki, dövrü böyük, qrupu kiçik olanın radiusu böyükdür. X-in dövrü 3, qrupu 1. Y-in dövrü 3, qrupu 5. Z-in dövrü 3, qrupu 7. Dövrü böyük olan görür ki, hamısında eynidir. Onda keçirik qruplara baxmağa. Ən az qrup hansındadır? X-də. Demək, ən böyük radius X-dədir. Sonra qrupu kiçik olan hansıdır? Y, Z. Yəni, qrupu böyük olanın radiusu kiçikdir. Qrupu kiçik olanın radiusu böyükdür. Artma sırası Z, Y, X şəklində olacaq. 21-də olur A variantı. Sonra 22. Kalium bromid, natrium bromid və kalium xlor. Metalın kütlə payı A, B, C. Hansı münasibət doğrudur? Baxaq. Kaliumun kütləsi
39'dur. Kalium bromidin kütləsini tapsaq, bu da edəcək 119. Natrium bromid metalımız 23. Bunun emeri də olacaq 103. Kaliumun kütləsi 39. Kalium xlorid də olacaq 5, 14, 104.5. Hesablasaq 39'u 119'a bölsək 100'ə də vururuq. Təbii ki, hamısında indi burada 100'ə də vururuq öz yerində. Bu da təqribən 33 edir. Sonra 2300'ü 103'ə bölsək bu da təqribən 22. Bu isə 3900'ü 104.5'ə bölsək 37 edir. Yəni müqayisə eləsək, burada A, burada B, burada C-də, ən çox C-də, sonra A-da, sonra da B-də olur. Yəni 22'də B variantı. 23. Maddə həcmi veribdir, atomların sayı verilibdir. Aha. NO-nun həcmi X olanda atom sayı 2A'dır. Amma 1 molunda, yəni 22.4 litrdə atom sayı 2'dir. Buradan da X bərabər olur 22.4 A'ya. NH3 22.4 litr həcmi olanda atomların sayı A'dır. Yəni 1 moldur. Bu zaman 4 dənə atom olur. İndi A'nın tapdıq qiyməti 4'dür. Gətirib burada yerinə yazsaq 22.4'ü 4'ə vuranda X bərabər olur 89,6. 24. Demək 0,4 mol NX-OY birləşməsində 32 qram oksigen və 11,2 qram azot var. Birləşmənin bir molekulunda olan atomların sayını hesablayın. Əgər bu birləşmənin 0,4 molunda 32 qram oksigen varsa, 1 molunda neçə qram oksigen var? X. X də bərabər olacaq 80. Demək, sonra 0,4 molunda 11,2 qram azot varsa, 1 molunda neçə qram azot var? X. X də bərabərdir 112-ni 4'ə bölsək 28. İndi formulu tərtib edək. Tapdıq ki, bu birləşmədə 28 qram azot, 80 qram oksigen var. Aşağıda özlərinin kütləsini yazırıq, yuxarını aşağıya bölürük indekslərini çıxartmaq üçün. 28 14'ə böləndə 2, 80'i 16'ya böləndə 5. Yəni formul N2O5 imiş. Bir molekulunda atomların cəmi 2 üzərinə 5 gəlirik, olur 7. 25. Hansı maddələrin keyfiyyət tərkibi eynidir? Dəm qazının formulu CO, kvars qurumu silisium O2, quru buz CO2, kükürt dioksid SO2. Keyfiyyət tərkibi dedikdə, yəni hər iki maddənin də tərkibində eyni növ element atomları olmuş olsun. Yəni say yox, sadəcə növünə baxırıq. Məsələn, birincidə ancaq karbon və oksigen var. 3'də də həmçinin karbon və oksigen var. Yəni biz burada başqa növ element görmürük. Bunlar keyfiyyət tərkibi olaraq eynidir. Amma silisiumla oksigen, S-lə oksigen, bunlar artıq fərqli. Yəni oksigen olaraq hamısı eynidir. Amma bütün, yəni tərkibində olan eyni elementlərin növünə baxmalıyıq. Bu qaydaya da uyğun gələn ancaq 1-dən 3 olur. 26. Bu sxem üzrə nə dəyişmir? Həmişə iyonlardan, yəni birindən digərinə keçəndə neytron sayı dəyişməz. Proton sayı dəyişməz, amma radius dəyişər. Elektron sayı dəyişər. Bunu məsələn biz bir nümunə üzərindən də baxaq. Bilirik ki, yəni iyonun yükü artdıqca radius azalır. Yəni -3'dən -3'ə keçəndə radius azalır. Amma tutaq ki, bu bir X elementi, proton sayı 10'dur. Burada nə qədər elektron var? 13. Burada nə qədər elektron var? 7. Artıq görürsünüz, -3'dən -3'ə keçəndə elektron da dəyişir, radius da azalır. Dəyişməyən proton və neytron sayı da 26'da olur 2, 4. 27. Kiçik dövr elementləri üçün uyğunluğu müəyyən edin. Demək, X görürük ki, 3-cü qrupda və
üçüncü dövrdə yerləşir. Bu da uyğun gəlir Y-də. Görürsünüz, bu üçüncü dövrdür və üçüncü qrupdur. Qrupu tapanda üstləri toplayırıq. Qarşıda duran rəqəm isə dövrü göstərir. Sonra Y 5-ci qrup, üçüncü dövrdür. Bu da uyğun gəlir C-yə. Üstləri toplasaq edir 5 və görürük ki, bunlar əsas yarım qrup elementlərdir. Qarşıda duran rəqəm də dövrü göstərir. Z isə ikinci dövrdə 7-ci qrupda yerləşir. Bu da uyğun gəlir A-ya. 1-də Y, 2-də C, 3-də isə A olur. 28. Dövəsində 24 protonu olan elementin normal halda cütləşməmiş elektronların sayı və bu elementin dövrü sistemdə qrupun nömrəsini yazın. Aha. Biz bilirik ki, sıra nömrəsi 24 və 29 olanda istisnamız var. Yəni burada kənara çıxmalarımız var ki, bizim 24'ü biz 4S2, 3D 4 yox. Yəni S-dən biri D-yə keçir, 4S1, 3D 5 olur. İndi burada normal halda cütləşməmiş elektronların sayı. Həmişə cütləşməmiş elektron sayı tapanda son hissəni yazın. D-də də 5 dənə orbital var. İlk olaraq tək-tək yerləşdiririk. Cütləşməmiş, yəni tək elektronların sayını tapmalıyıq. 1, 2, 3, 4, 5, 6 olacaq. Birincinin cavabı olur 6. İkincisi isə dövrü sistemdə, bu elementin dövrü sistemdə qrupun nömrəsini yazın. Qrupun nömrəsini tapanda üstü toplayırıq. Edir 6. D ilə bitirsə 6B, yəni 6-cı qrupun əlavə yarım qrup elementi olacaq. Sonra 29. Kükürdün birləşmələri SO2, S-fluor 6. Demək, kükürd 16 atomunun birləşmələrə uyğun qısa elektron formulu. Demək, kükürd sıra nömrəsi 16-dır. Bu normal halda olur. 3S2, 3P4 və D-si 0-dır. İndi burada kükürdün oksijeşmə dərəcəsini tapaq biz. Oksigen -2-dir, kükürddə X yazırıq. X minus -2-ni 2-yə vururuq. 4, -4 edir. Toplayıb cəbri cəmi 0-a bərabər edir. X bərabər olur 4-ə. Kükürd isə fluor -1-dir. Kükürdü X yazaq. X minus 6 bərabərdir 0. X də bərabər olur 6-ya. İndi bu deməkdir ki, biz kükürdün elə halda konfigurasiyalarını yazmalıyıq ki, orada bir halda kükürdün 4, digər halda isə 6 tək elektronu olmuş olsun. Biz kükürdü həyəcanlandıranda ilk olaraq P'dən biri keçir D'yə. Bu qalır 3P3, bu olur 3D1. Sonra yenə P artıq təkləndi, bitdi. İndi S-dən biri keçir. D-yə keçəcək S-dən, demək 3S1, 3P3, 3D2. Belə olan halda burada biz bunu hətta orbitallar üzrə də yerləşdirək ki, siz aydın görün. 3S2-də belə qalır. 3P3-də 3 dənə tək elektron. 3D'də də 5 dənə orbitalı çəkirik. Bir dənə tək elektron. Burada neçə dənə tək elektron oldu? 1, 2, 3, 4 dənə. Demək, onda SO2-yə bu hal uyğun gəlir. S-fluor 6-da isə 6 tək elektron olmalıdır. Bunu da aydın şəkildə çəkib görək. S-də 1, P-də 3, D-nin də 5 dənə orbitalını çəksək, ikisi də burada. Burada neçə tək elektron olacaq? 1, 2, 3, 4, 5, 6 dənə. Demək, S-fluor 6 halı da buna uyğun gəlir. Daha sonra ən son 30. Dövr sistemi verilmiş hissəsində əsas yarım qrup elementləri göstərilmişdir. X-in hidridinin formulunu yazın. Biz Y-in qrupunu tapmaqda bizə X köməkli göstərəcək. X-in sıra nömrəsi 12-dir. 12 olur 3S2. Yəni bu 3-cü dövrün 2-ci qrup elementidir. Bu 3-cü dövr 2-ci qrupdur. Onda Y olacaq. Bu 2-dirsə bu 3, sonra 4, bu da 5.
Bu da olur 5-ci qrup elementi. Aha. İlk olarak biz X'in hidridinin formulunu yazarıq. X metaldır. İkinci qrupda yerləşir. Hidrid deyəndə yanına hidrogen yazırıq. Üstünə qrupunu, burada hidrogenin valenti. Formulu olur XH2. İndi X və Y-in əmələ gətirdiyi birləşmənin bir molekulunda proton sayı. Demək, burada da Y-imiz ikinci dövrdə yerləşir. Y üçün də baxaq. Y 5-ci qrupda ikinci dövrdə yerləşir. İndi biz bunun üçün konfigurasiyanı özümüz yaradıq. Demək, bu olur 2s2, 2p3. Toplayanda qrupu 5, dövrü də 2 olur. Demək, ilk olaraq formulu tərtib edək. X-in qrupu 2. Y isə qeyri-metaldır. Onun qrupu 5-dir. Amma qeyri-metalların metalla əmələ gətirdiyi birləşmədə valentini tapmaq üçün qrup 8-dən qrupunun nömrəsini çıxırıq. Yəni, burada bu 3 valentlik göstərir. Formulu olur X3, Y2 şəklində. Formulumuz budur. Bir molekulunda olan proton sayını hesablayaq. X-in protonu 12-dir. Vururuq indeksinə. Üstəgəl Y-in protonu. Biz bunu əvvəlində yazsaq 1s2-sini toplayanda 2, 4, 3. 7 dənə bunun protonu var. İndeksinə də vururuq. Bu da 36 üzərinə 14 gəlsə edəcək 50. Bu da ikincinin cavabı.